maddə və su olduğunu bilməliyik. Yəni biz məhlulu bu iki komponentdən alırıq. Məhlul dedikdə, məhlula faiz verən hər zaman maddədir. Suyun faizi isə hər zaman sıfıra bərabərdir. Yəni məhlulun içərisindəki kütlə payı onun içərisindəki olan maddənin kütləsini ifadə edir. Məsələn, omega bərabərdir maddə böl məhlul. Vur 100%. Baxın, maddə, biz məhlul almaq üçün deyirik, maddə üstəgəl sudan istifadə edirik. Bizə faizi verən nə oldu? Maddə. Tutaq ki, bizə deyir ki, 24%li məhlul. Artıq mənim məhlulum məhlulum 100%-dir. Onun əgər 24%li məhlul deyirsə, deməli o bizim maddəmizin göstəricisidir. Yerdə qalan 76% isə onun içərisində suyun olduğunu göstərir. Bəs gəlin görək, məhlula maddə əlavə eləyəndə, su əlavə eləyəndə və yaxud da məhluldan duz elektrolizi uğrayanda, su elektrolizi uğrayanda nələr baş verir? Baxın, məhlula maddə əlavə etdikdə, deməli, tutaq ki, hər hansı bir X maddəsi, X qram, o zaman sürətində kütləsi artır. Çünki o maddəni biz məhlulun içərisinə əlavə ediriksə, orada məhlulun da kütləsi artır. Yəni, belə olanda, yadınızda qalsın, maddə əlavə etdikdə sürətdə, məxrəcdə artır. Yox, yalnız su əlavə etdikdə gəlin görək nə olur? Məsələn, omega bərabərdir maddə böl məhlul. Biz bura su əlavə ediriksə, suyun dediyim kimi faizi nəyə bərabərdir? Sıfıra bərabərdir. O bizə heç bir faiz vermir. Ona görə də sadəcə məhlulun kütləsini artırır. Maddə olduğu kimi qalır. Məhlulun üzərinə biz su gəlirik. Bu zaman omega azalır. Çünki faiz neynir? Su əlavə etdikdə azalır. Maddə əlavə etdikdə omega artır. Bəs gəlin görək, su buxarlanarsa və yaxud da su elektroliz bölməsində su elektrolizə uğrayarsa, duz elektrolizə uğrayarsa nə baş verir? Yadınıza qalsın, əgər su elektrolizə uğrayarsa, yəni bu nə deməkdir? Suyun azalması deməkdir. Bu zaman, yəni yazıram, su elektrolizə uğradıqda omegamız artır. Duz elektrolizə uğradıqda, çünki o məhlulun içərisindən maddə çıxır. Bu zaman omegamız elektrolizə uğradıqda omegamız neynir? Azalır. Əsasən məhlullarda ən çox çətinlik çəkdiyimiz hissələr bu hissələrdir. Ona görə də bu hissələrə mən xüsusilə toxunub vurğuladım ki, məsələ həllində çətinlik çəkməsiniz. Ümumiyyətlə, məhlullar bölməsi elə bir bölmədir ki, biz onu şuurlu şəkildə dərk eləməliyik. Əgər dərk eləmiriksə, oradan maddənin çıxdığını, maddənin əlavə olunduğunu, faizin nə vaxt artdığını, nə vaxt azaldığını əgər bilmiriksə, biz o məsələləri qətiyyən düz eləyə bilmərik.